Друзья, привет! Hi! Приветствую вас на канале Английский язык по плейлистам. Думаю, вы помните? Ну, отлично, если помните, если не помните, значит говорит о том, что стоит проработать уроки более внимательно, или освежить. Hər kəsə salam olsun. Mən bu yaşda oturub ingilis dili öyrənirəm. Təsəvvür edin ki, 58 yaşda ingilis dili öyrənirəm və mənə çox təəccüblü, yəni mənim qəbul etmədiyim bir nəsnə var ki, indiki gənclərin çoxu ölkədən getmək istəyir və deyirlər ki, dil öyrənmədən, yəni sadəcə oturub bir dili öyrənmək istəmirlər. Onda belə çıxır ki, onlar yəni bunu istəmirlər yetərincə. Sadəcə bu elə-belə bir həvəsdir. Mən məsələn nəyə görə məcbur oluram? Mənim qızlarım Avropadadır. Onların hələ kiçik qızım çoxdan deyir ki, ana ingilisini öyrən, sən bizim yanımıza gələcəksən, yolda qalacaqsan. Bir dəfə getdim, yenicə gəldim, bir yarım ay qalıb. Yəni bitər özümü sudan çıxardım, amma orada gördüm ki, yox, insan özünü kör kimi hiss edir. Sən heç bir şeyə adaptasiya oluna bilməzsən. Ona görə də gənclərimizin xaricə gedib istəklərini dilə gətirib dil öyrənməmələri, oturub bir dil öyrənməyəndə mən deyirəm ki, bu insanın istəyi də boş şeydir, həvəsi də, yaxud bir insanı istəyirsiniz. Məsələn, mən o qız Avropaya stres keçirsəm də, belə qorxsam da ilk dəfə, amma mən qızlarımı görmək istəyir, onları qucaqlamaq, qoxlamaq, yəni o kilometrlərlə, mən bəzən deyirəm, Berlindən Bakıya da 5 saat uçduq, Bakıdan Zaqatalaya 7 saata gəlirik. Yəni təyyarə olsa 45 dəqiqə çatası bir ölkədə və bütün bu yolların əziyyətini, yəni mənim həqiqətən gerçəkdən istəyim, yəni buna gətirib çıxarır və siz də gerçəkdən istəsəz, əlbəttə dili də öyrənərdiniz, öz sevginiz uğrunda, öz istəyiniz uğrunda, yəni mübarizə aparardınız və bunun üçün siz əlinizdən gələni eləməlisiniz ki, evren də sizə sonra şərtləri yaratsın. Yəni Mevlana demiş, sən yola çıxmalısan ki, yol özü sənə göstərəcək. Yoxsa oturmuşam, xaricə getmək istəyirəm. Bala, niyə dil öyrənmirsən? Bəhanələr gətirir. Halbuki mən Sovet dövründə rus dilini müstəqil öyrənmişdim. Bir sözü tərcümə eləmək istəyəndə lüğət tapa bilmirdim. Lüğətdə o sözü tapa bilmirdim. İndi nə var ki? Müəllim də tapa bilirsiniz online. Ondan sonra lüğətlər bir dəqiqənin içində tərcümə edib verir. Mən də məsələn, bir başladım əvvəl, gördüm yox, götürə bilməm. 2 başladım, sonra bir Aleksandr Bebris adlı rus dilində ingilis dilini öyrədən müəllim var. Yəni Azərbaycan segmentində var, Türk segmentində. Yəni istəyən insan, deyirək, könlü balıq istəyənin quyruğu suda gərək. Yəni istəyən insan heç olmasa özünə düşəni etməlidir. Amma necə deyərlər, tənbəl millət hər şeyi hazır şəkildə istəyir və özündən başqa hər kəsdən gözləyir. Amma sən etməsən, sənin yolun açılmayacaq və kimsə sənə